Bugün müalicəmizi yekunlaşdırmışıq və daha bir uğurlu nəticə almışıq. Bu balamız 2 yaşında burçanaq displaziyasına görə əməliyyat keçirmişdi və elə o vaxtdan bəri ayağında axsamalar var idi. Bunun da səbəbi ayaq arasındakı uzunluq fərqinin 2 sm və daha çoxa qədər olması idi. Və anası deyir ki, nə qədər müalicələr almışdınız? 7 ayından biz müalicə. 7 ayından müalicədəsiz, əməliyyatdan sonra da yenə müalicələrdəsiz, amma fərqi olmur. Yox, olmur. Ayaq uzunluğunda heç bir fərq hiss eləmirsiniz. Yenə də axsıyırdı. Yenə də axsamalar. Və biz 21 günlük bir kurs müalicəmizi aparmışıq. Gələndə də ölçdük ayaq uzunluğunu və bugün də ölçmüşük. Artıq ayaq uzunluğumuzdakı fərq 1 sm-dir və ayağımızdakı olan o axsamalar, yerişimizdəki olan fərqlər, bir ayağımızda olan gərginlik heç biri yoxdur. Və inanırıq ki, bu pasiyentimiz ev idmanlarından sonra artıq ayaq uzunluğundakı fərqi də tam aradan qaldıracaq və təbrik edirik sizi. Çox sağ olun, Allah razı olsun. Çox şükür ki, bu balamızda yaxşı bir nəticə aldı. Yəni bu boyda əziyyətiniz, illərlə çəkdiyiniz, getdiyiniz yerlər, onlar qaldı qıraqda, artıq nəticəni gördük. Çox sağ olun, Allah sizdən razı olsun, işçilərimizdən də çox gözəl bir, həqiqətən də çox gözəl iş görürlər, uşaqla çox mehribandırlar. Yəni, biz bu uşağı 7 ayından hər yerə aparmışıq. Ümumiyyətcə, 2 ayında əməliyyat olubdu, yenə həkimimiz nə deyibdi, onu eləmişik. Amma ona baxmayaraq, bu uşaq bir tərəfin üstə əyildi, çiyninin bir uşaq tutdu. Özünüz də çox hiss edirdiniz. Özümüz də çox hiss edirdik. Hətta bura gətirəndən sonra 10 gün demişdi züxlamasını. Biz bir həftəsində yoldaşım dedi ki, çox gözəl yedir. Yaşında artıq fərq var. Fərq var idi, çox fərq var. İndi baxanlar da deyirsiniz ki, deyirlər Baxanlar da deyir, əmi, dayı, hamı baxan, xala, mama deyir ki, çox yəni. Bəzən qonşular deyir, uşaqda nə var ki, sən buna aparıb gətirirsən. Hətta deyirəm ki, bəs bu uşaq belə yerimiyirdi. Uşaq yeriyəndə əyrini çəkirdi, axsaması var idi. İndi artıq bunlar heç bir açılıq görmürlər. Görmürlər, deyirlər ki, bunda nə problem var ki, siz aparıb gətirirsiniz, çox sağ olun. Çox şükür. Bizim dediyimizdən başqa, qıraqda baxanların da dediyi, gördüyü, fərqi hiss elədiyi ən böyük uğurdur. Həmişə biz valideynlərdən soruşuruq, qıraqdan baxanlardan soruşuruq, uşaqlarla bağlı. Və onlar da belə fikir bildiriblərsə, nə xoş sizə. Çox sağ olun, biz sizdən razıyıq, Allah da razı olsun. Siz də sağ olun, Allah şəfa versin. İnşallah bundan sonra da heç ara getmək.